Deyirəm komissiya təşkil elə, hesablasın, nə qədər puldu versin, mən öz evimi remont edeyim. Kira pulu da avqust ayından verilmir. 250 manatdan mənə ev pulu verib. 250 manat ev pulu olur. Mənim 63 yaşım var, mən küçədə niyə ölməliyəm? Mənim canım niyə ağrımalıdır? Paytaxtın Nərimanov rayonu ərazisi Ələşrəf Əlizadə küçəsində yerləşən həyət evləri Şans MTK tərəfindən illər öncə vətəndaşlardan alınır və burada bina tikilməsi və tikilən binada vətəndaşlara mənzillərin verilməsi vəd olunur. Hadisənin üzərindən artıq illər keçib və bina tikilib. Lakin mənzillər MTK tərəfindən təmir olunmur və bu vətəndaşların ixtiyarına buraxılıb. Eyni zamanda vətəndaşlara bu müddət ərzində kirayədə qalmaq üçün verilən maddi məvacib də dayandırılır və vətəndaşlar artıq 9 aydan çoxdur ki, öz şəxsi büdcələri hesabına kirayədə qalırlar. News 24-ün çəkiliş qrupu hazırda həmin ərazidədir və məsələni aydınlaşdırmağa çalışacağıq. 2017-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən bizi pilot layihəsi adında buradan köçürüblər. Binanı tikən Məhərrəm müəllim bəzi səbəblərdən tutulubdur. Başda 3 ildir tutulubdur. İndi binanı onun qardaşına həvalə eləyiblər. O da bəzi işləri görüb. Ondan sonra pilot layihədən olan şəxslərin evlərini tapşırıb başqa bir adama, Elşad müəllimə. Elşad müəllim də bizi 3 ildir incidir. Gəlib deyir ki, sənin evi verəcəm 5-6 min, 7 min, ged remont elə. Bununla da biz başa gətirə bilmirik bu evi. Köməklik göstərək. 3 ildir siz kirayələrdə qalırsınız, amma pul verir. Mən şəxsən kirayədə qaldım. Qonşulardan 5-6-sı köçüb, o başqa. Amma biz şəxsən kirayədə qaldıq. Elşad müəllim də bizi böyün səhər 5 min verəcəm, 6 min verəcəm, remont elə. Deyirəm komissiya təşkil elə, hesablasın, nə qədər puldu versin. Mən öz evimi remont edeyim. Özünüz hesablamışsınızsa təxminən nə qədər pul lazım? Çıxır 14-15 min. O da bizə deyir ki, 7-6 min pul verərəm sənə. Qalmışıq küçələrdə, ayda bizə doğru pulumuzu ödəyirdi. İndi nə bizim kvartiran pulumuzu verirlər, nə də evimizi təmir edirlər. Bizi gedib evimizdə yaşayaq. Qalmışıq küçələrdə, kvartirant qalıram. Mən nə bir yerdə işləmirəm. Yoldaşım işləyir, mən aparır bizi kvartiran pulu veririk. Şans MTK-nın rəhbəri bizə dedi ki, bu evi tikib sizə təhvil verəcəm. Ancaq indi gör 10 aydan çoxdur, nə onları görürük, nə bizi qəbul edirlər, nə səfə getmişik qəbullarına qaçıb gizlənirlər. Mən çox artıq dərəcədə xahiş eləyirəm ki, bizim evimizi tikib təhvil versinlər. 2017-dən bəri hələ bir axıra çatdırmayıblar. Bəzi evlər elə öz gücünə kim bacarıb da eləyibdir. Biz də qalmışıq belənçi çöllərdə, kiralərdə. Kira pulu da avqust ayından verilmir. Avqust ayından dayandırıblar. İndiyənə kimi də nə ev mənzilin pulunu vermirlər, ki özümüzsə də təmir eləyək, nə də özləri eləmirlər. Bəs avqust ayından harda qalırsınız? Avqust ayından kiralərdə qalırıq. Öz vəsaitiniz hesabına. Öz vəsaitimiz hesabına, bəli. MTK-ya şikayət elədiyiniz zaman sizə nə deyirlər bəs? MTK deyilən şey yoxdur demək olar ki. Mənim artıq gəlirim yoxdur, işlədiyim bir yerdə yoxdur ki. Hazırda kiraya qaldığınız yer. Bəli, adır üzbəüz binada kvartirant qalırlar. Gətirsin, mənim aylıq pulumu versin, evimi remont eləsin. Mən ayda 800 manat mən kvartirant pulu verim, yoxsa mən bu evi remont edeyim, hansını eləyim? Mənə evin birinə 250 manat, birinci o məni alladıb. 250 manatdan mənə ev pulu verib. 250 manat ev pulu olur. O bir dənə məni alladıb, o minlərlə insanları alladıb. Cəmaət çöldə qalıb, küçələrdə qalıblar. Mənim 63 yaşım var, mən küçədə niyə ölməliyəm? Mənim canım niyə ağrımalıdır? Bütün əsəb stressdən niyə mənim canım ağrımalıdır? Vətəndaşların sözlərinə görə Şans MTK-nın rəhbəri Məhərrəm Məhərrəmov bir neçə il əvvəl eyni mənzili ayrı-ayrı şəxslərə satmaq ittihamı ilə həbs olunub. Lakin onun qardaşı Rafiq Məhərrəmov sakinlərlə görüşüb və bütün öhdəliyi öz üzərinə götürərək mənzillərin təmir olunacağını vəd edib. Amma göründüyü kimi aylardır mənzillər təmir olunmur. Məsələ ilə bağlı Rafiq Məhərrəmovun özü ilə əlaqə saxlasaq da, o zəngimizə kobud şəkildə cavab verərək dəstəyi asdı. News 24 kanalından. Nə kanalından? News 24 az. Xeyirdən bunu məndən nə işin? Ay, yaxşı qardaş, işinizlə məşğul olun.